Uşaqlar, xoş gördük hər birinizi. Bugünləri sizə Dəyanət kitabının yeni nəşri mövzu 30 mövzusunu izah edəcəm. Daha doğrusu tapşırıqlarını işləyəcəyik. Hansında hansı izaha ehtiyac olacaqsa onları deyərəm. Onluq kəsirlərə aid tənliklər. Keçən dərsdə tənlik işlədik, sadəcə kəsirlərə aid işlədik. Məncə sorunlarımız aradan qalxdı. İndi isə onluq kəsirlərə aid tənliklər işləyəcəyik. Diqqətlə qulaq asın, heç kəsi yazmır. Bütün fikriniz məndə olsun. Həmişəki qaydamız kimi evdə gedib baxacaqsınız, köçürdəcəksiniz və nəyə ev tapşırığı vermişəmsə onu da hərfinə yazmaq. Oldu mu? Tamam. Mövzu 30. Ay neçəsidir bugün? 14.02.2026. Mövzumuz 30. Diqqətlə qulaq asın. Mən sizə yenə də tək nömrələri izah edəcəm bir-bir. Siz baxıb eyni zamanda nə işləyəcəksiniz? Cüt nömrələri. Aferin. Qulaq asın. Birinci sualımız. Sualımız belədir. Qulaq asın diqqətlə. Biz bilirik ki, burada əməllər sırasına diqqət eləmək lazımdır. Əməllər sırasında əgər tənlik olmasa, birinci həll olunan əməl tənlikdə sonuncu götürülür. Yəni sən bilməlisən ki, əməllər sırasında ən birinci nə həll olunur? Mötərizə varsa mötərizə, vurma bölmə varsa vurma bölmə, ardıcıl olaraq toplama çıxma əməli yerinə yetirilir. İndi bizdə 105,4-dən çıxılı bu mötərizənin cavabı bu alınır. Demək ki, mötərizə məndə qalır sona. İlk işim nə olacaq? Azalandan 105,4-dən 34,5-i çıxacaq. Məchul çıxılanı tapmaq üçün. 14-dən 5 çıxanda 9 vergülümü qoyuram, 4-dən 4, 0, 10-dan 3, 7. Demək ki, bu mötərizənin cavabı 98,12 çıxılsın. X minus 5,6 bərabərdir 70,9-a. Yenə də bu azalandı, bu çıxılandı, bu da fərqdir. Məchul çıxılanı tapmaq üçün, çünki çıxılandadır mənim məchulum, azalandan fərqi çıxmalıyam. X minus 5,6 bərabərdir 98,12 çıxılsın 70,9. Bunu şifaya çıxmaq asandır deyən daha alt-alta yazmıram. 12 deməli 20-dən 12-dən çıxacağım. Daha doğrusu qoy yazsam daha yaxşı olar. Siz də onu rahat görərsiniz. Boş olan yerin yerini sıfırdan doldururam. Demişik ki, vergüldən sonra istənilən sayda sıfır qoya bilərik. 2-dən 0 çıxanda 2, 11-dən 9, 2, sakit, 7-dən vermişəm bir dənə 7, 9-dan da 7 çıxanda 2, cavab edir 27, tam %22. Bu çox asandır, geriyə əməl toplama. X də bərabərdir 2, 8, 27-nin üstünə də 32. Cavab 32, tam %82. Keçirik. Qaydadır demək olar ki, çox danışmıram, əməlləri yerinə yetirdim. 99,508-dən çıxacağım. 32,6 çatmayan ədədlərin yeni 0 yazıram. 8, 0, 9, bir pay vermişdim. 8, 8-dən 2, 7, 9-dan 3, 6. Demək ki, aldım bu mötərizənin cavabı bərabərdir 67,908-ə. Uşaqlar, toplanan cəmdir. Məchul toplananı tapmaq üçün cəmdən məlum toplananı çıxacaq. Yəni ki, 67,908-dən çıxıram 66,2. Yenə də doldurdum sıfırla. Çıxanda 8, 0, 7, 1. Bu da bir şey qalmır, sıfır yazmağın mənası yoxdur. Demək ki, mən aldım x minus 5,6 bərabərdir 1,708-ə. Bu da çox asandır. 1,708 üstə gəl 5,6. X də bərabərdir 8, 0, 6 ilə 7-ni toplayanda eləyir 13, 1 yadda 6, 7. 7,308. Burada yanlışlıq oldu. 9-dan 2 çıxanda 1 vergül nəyə vermişdik? Düzdür? 5'e vermişdik. Uşaqlar, burada bir şey var idi. Bir adım vermişdik. 8 qalmışdı. 8-dən 2, 6. Zəhmət olmasa bir dənə bunu belə yazaq. Burada da qalır nə? 0 tam, düzdürmü? Evet. Burada da qalır 0 tam, burada 0 tam. O zaman bu da olacaq nə? 6. Buyurun. Deməli uşaqlar, burada nə edirik?
Baxırıq, bax bu hissə toplanan cəm. Məchul toplananı tapmaq üçün, indi deməyin burada niyə bölmədir, o əməldir deyəni biz ona o cür deyirik. Tapmaq üçün cəmdən məlum toplananı çıxırıq. İndi fikir verin uşaqlar. Yazaq bir köşədə, həmişə dəftərinizdə onsuz da bütün yazmırsınız da. Dəftərinizin bir yerində səliqəli şəkildə. Bunu yazandan sonra yazırıq ki, x bölünsün 2,3 bərabərdir. Əzbərdən yazmayın, adam çaşır. Bayaq gördünüz, sadə bir şeydi, yenə də səhv getdi orada. Çıxanda bir-birindən 4 qalır, 12-dən 5 çıxanda 7 qalır. 1 qalır vermişdik 3, 13-dən 6, 7, 4, 4-dən də 1, 3. Demək ki, bunun cavabı elədi 37,74. X bərabərdir bölünən bölən qismət. Məchul bölünəni tapmaq üçün qisməti bölənə vurmaq lazımdır. 37,74'ü vururuq nəyə? 2,3'ə. Gəlin indi bunu vuraq 2,3'ə. Vergüllərə fikir vermirik. 3 dəfə 4, 12, 1 yadda. 21, 22, 2 yadda. 21, o da 2, 23, 2 yadda. 9, 11. İndi 2'ni vururuq. 2 dəfə 4, 8. 2 dəfə 7, 14, 1 yadda. 14, 15, 1 yadda. 6, 7. 2, 10, 7, 8, 6, 8. Neçə onluq işarəsi var? Əli 1, 2, 3 dənə. 1, 2, 3 dənə. Oldu mu? Onda x bərabərdir 86,802. Keçdik 7-ci suala. İfadədir. Bura fikir verin. Bölünən, bölən qismət. Demək ki, bunu bir ədədə bölüb 26 alır da, düzdürmü? Biz də demişik ki, böləni tapmaq üçün bölünəni qismətə nə edirik ayan? Bölürük. Onda yazaram x minus 46,09 bərabərdir 590,2 bölünsün nəyə? 26'ya. Burada bir dəyişikliyi aparmağa ehtiyac yoxdur. Natural ədədə böləndə onsa sadə qayda ilə bölürük. Əgər burada onluq kəsir olsaydı, nə edərdik? Mərtəbə vaidlərinə vurardıq hər birini. İkinci bölən hissəsini natural ədədə çevirməkdən ötürü. İndi gəlin bunu çubuqlu bölək. Burada yerimiz var. Gəlin burada bölək. 590,2'ni bölək çubuqlu nəyə? 26'ya. Uşaqlar 59'un içində 26 2 dənə var. 2 olur nə? 52 çıxanda nə qalır? 7. 0'ı salsam 70'in içində də düşünsən yenə də 2 dənə var. 52, 8, 1 qalır da. Düz hesabladıq. 18 bölünmür. Bura vergül atıram. 2'ni salıram. 180'in içində 26 neçə dənə ola bilər? 7, 8 dənə desək olmaz. 7 dənə olar, elə mi? 7 dənə. 182'nin içinde 26 dedik ki neçə dənə ola bilər? 6, 7 dənə düşünək. 7 dənə. 7 dənə eləyir də elə. Elə tam eləyir. 42, 140, 182 eləyir. Heç axtarmaq əlavə lazım deyil. 2 dənə yazmışım. Mən yazmışım. Hə, yazmışdım. Hə, tamam. Zəng gəldi, fikrimizi qarışdırdıq. Ona nə eləyir? 22,7. Yazırıq x minus 46,09 bərabərdir 22,7'yə. Məchul azalanı tapmaq üçün fərqin üzərinə gəlirəm. Çıxılanı gəlirəm. 46,09. İndi toplayanda nə eləyir? X bərabərdir 9, 7, 0, 7. Vergülümüzü qoyuruq. 22'nin üstünə 46 gələndə neçə eləyir? 68. Buyurun. Bu da oldu 7-ci sual. Gəlin yazaq neçəni? 9-cu sualı. X bölünsün 1,5 çıxılsın 10,8 bərabərdir 48'ə. Demək burada nə edirik? Yenə də fikir verin. 2,4'ü bu ifadəyə vurub alıb nə? 48. Demək ki, mən mötərizəni tapmalıyam da, elədirmi? Mötərizəni də tapmaq üçün hasili böləcəm nəyə? 2,4'ə. Gəlin yazıram burada. 48 bölünsün 2,4. Bayaq nə dedim? Onluq kəsirə bölmədə böləni natural ədəd etməliyəm. Onun üçün də mərtəbə vaidinə vuracam. Neçəyə vuracam? 10'a. O zaman ne olur Asya? 480 bölü 24. Bu da neçə edir? 2, 20. Ay sağ ol. Demək ki x bölünsün 1,5 çıx 10,8 bərabərdir nəyə? 20'yə. Geriyə əməl eləyirəm. Bərabərdir 20 üstə gəl 10,8. X bölünsün 1,5 bərabərdir nəyə?
30 tam onda 8'e. X de beraberdir 30 tam onda 8. Vurulsun neye? 1 tam onda 5'e. İndi uşaqlar yenə də bunu qulaq asın, sakit. 30 tam onda 8'i 1 onda 5'e tez vuraq. Vergüllərə fikir vermirik. Eləyir 40, 15, 1, 8, 0, 3. 0, 2, 1 yadda 6. Bu da neçə eləyir? 4. 1, 2, 1, 2 olur nə? 46, 20. X bərabərdir. 46 tam. Onda nəyə? 2. Buyurun. Burada bir diqqət eləyəcəyimiz bir şey var. Fikir verin. Mötərizələrin içi nədir əli? Eynidir. Bu o deməkdir ki, eyni ədədi biri-birinə vurub, gəl biz adlandıraq. A vur A bərabər olub nəyə? 4 tam %84'e. Demək ki, bu nəyisə kvadratıdır da, eyni bir ədədin bir-birinə vurulması. Uşaqlar, 484 bilməliyik ki, nəyin kvadratıdır? 22'nin. Amma tam olduğu üçün nə deyərəm salatım? 24, 22 yox. 2 tam onda 2. Deməli A vur A bərabərdir 2 tam onda 2'nin nəyinə? Kvadratına. 2 tam onda 2'nin kvadratı özü nə deməkdir? 2 tam onda 2 vur nə? Demək ki A'nın biri nəyə bərabərdir? Ay sağ ol. A'nın biri 2 tam onda 2 isə o deməkdir Məhəmməd mötərizə özü 2 tam onda 2'yə bərabərdir, elə deyilmi? Hə? Ona X bərabərdir. 2 tam onda 2 çıx 1 tam 45. X də bərabərdir. Elə bil burası 0 at. 0'dan 5 çıxanda 5. 11'dən 4 çıxanda nə qalır? 7. 1'dən də 1 çıxanda 0. Demək ki X nəymiş? 0 tam 75. Uşaqlar belə bir şey deyək. Fikir verin bura bir dənə. Eyni mötərizə görürsən burada Vagif. Yenə də buna bir A, buna bir A deyirəm. Aldım ki 6 A. A'na A'ya vuranda nə eləyir? A kvadratı deməkdir də. Birdən 2A yazmayın. Üstə gəl 0 tam %24 bərabərdir nəyə? 12'ye. İndi burada nə eləyəcəm Leyla? Geriyə əməl eləyəcəm. 6A kvadratı vurmadı burada. Bərabərdir 12 çıx nə? Ay sağ ol. 6 vur A kvadratı bərabərdir. Mən bunu bilirsiniz də belə eləyə bilirəm. Sıfırla doldura bilirəm. 11 tam nə? Ay sağ ol. Uşaqlar 6'nı A kvadratdan vurub nə alıb? Ayam. 11 tam 76. Onda mən A kvadratını tapmaq üçün 11 tam 76 bərabərdir. A kvadratı bərabərdir. 11 tam 70. Burada yazım, qoy qarışmasın. 11 tam 76 böl nəyə? 11'in içində bir dənədir. 5 qalır. Vergülümü atdım. 7'ni saldım. Neçə edir? 9, 54, 3, 6. Deməli, biz aldıq ki, nəyinsə kvadratı 1 tam %96'dır. 1 tam %96 yox, 196 düşün. Nəyin kvadratıdır 196? 14'ün. Nəyin? 14'ün. 1 tam 69 desəydi, 169 desəydi 13'ün. 1 tam 96 veya 196 14'ün. Ama bizde tam olduğu için ben ne yazarım bura? A beraber bir tam onda 4. Tənlik qutarmayıb ha. A bərabərdir 1 tam onda 4 tapdın Nurlana. Məndə A nə idi? Mötərizənin biri. Mən X'i tapmalıyam, düzdür? Onda mən yazacağım buradaki 0 tam %25 X çıx 1 tam onda 4 bərabərdir nəyə? Ay sağ ol. 1 tam onda 4. İndi 0,25 X bərabərdir. 1 onda 4 üstə gəl. 0,25 X bərabərdir nəyə? 2 tam 10. Ay sağ ol. Uşaqlar 0,25 özü 4'te 1 X değil mi? Hə? O da bərabərdir nəyə? 2 onda 8'e. X bərabərdir 2 onda 8 böl nə Asya? 4'te 1. Kəsrə böləndə bu nə olur? 0 tam onda 7. X bərabərdir 2 tam onda 8 vur nəyə? 1 tam Ters çevrilir də. 2 onda 8'i də 4'e vuranda neçə edir uşaqlar? 4 8'e 2 3 yadda. 8 11 tam onda 2. gördünüz? Nə gözəl. Buyurun. Verin 3 dənə mötərizə. Hamısı da nədir Yağmur? Eynidir. O zaman A. Yəni 3 dənə A'nı bir-birinə vurub nə alıb uşaqlar? Ay sağ ol. 0'dan 729. Uşaqlar 729 kub cədvəlində nə? 1-dən 10'a qədər öyrənin bəsdir. Yaxşı? 1'in kubu, 2'nin kubu, 3'ün kubu, 5'in kubu, 4'ün kubu asandır, çətin deyil. Oldu mu?
729 da 9-un kubudur. Yaxşı? Onun kubu da 1000'dir. İndi sizcə bu 9-un özü 9-un kubudursa, ona bu nəyin kubudur? 3'ü, 13'ü. 0 tam. Onda 9. Bəli, tamamilə doğrudur. Deməli, A kubu bərabərdir 0,9-un nəyinə? Kubuna. Onda A nəyə bərabərdir özü? 0 tam. A-nı tapmışıq ha hələ. O zaman bir mötərizənin içini mən A-ya bərabər eləmişəm də, hə Nurlana? Nə yazaram? 0 onda 2x çıx 5 tam 78 bərabərdir nə? 0 onda 2 sakit, sakit. 8, 9, 7, 6, 1 yadda 6. Hə, düz dedik? X də bərabərdir 6 tam 68 böl nəyə? Asiya qulaq as, yazma. 33 tam onda 4. 66, 8 böl 2. Düzdürmü? X də bərabərdir 33 tam onda 4. Oldu? Birinci növbədə 0,125'i mən nə inəyəcəm? 8'də 1. Ay sağ ol. Bax yazıram. 1 bölünsün 2 böl 6 böl x bərabər nəyə uşaqlar? Ay sağ ol. İndi mənimə qulaq asın. Bura belə bir şey yazıram. Asiya. Yazıram ki 10 böl x bərabərdir 2. Deməyin. X'i necə taparsan? 5'ti. Necə tapdın? 13'ü. Aferin sana. Onu 2'ye böldüm. Bunu gördüğünde burada düzdür mü? Evet. Şimdi bak burada da 1'i Biri böyle... 8'de biri. Aferin. Ne yersen biri 8'de 1'e? Böyle de. Aferin. Vəssalam. Ben bunu isteydim ki bunu görün. Onda yazırsan bu mötərizəni hələ tapmaq üçün 1 bölünsün nə? 8'de 1. Bu da o demek ki 1 vurulsun nə? Bir de 8. Onlar gedir nə qalır? 8. Demek ki aldın 2 böl 6 böl x bərabərdir nəyə? 8'e. İndi nə inəyərsən Məhəmməd? 8 2'ye vurur. Görsən, eyni şeyi dedik, tərs səhvdir. 2'yi Fikrin hardadır? 8'e bölürəm. 2'de 6 böl x bərabərdir. 2'ni nəyə bölürəm? 8'e. Onu 3'e kesmişik. Biz keçmişik bəli. Bir də tənasüb keçmişdik axı, hə? Ha. Orta hədlərin hasili, Ha. kənar hədlərin nəyinə bərabər idi? Ha. Hasili. Bunu da keçmişdik də. Bəli. Onda x-i vururuq 2-yə, bərabərdir 6-nı 2x vurulmaya. beraber de 48'e. Nə edirəm? 2x vurur. 3x 24 beraber 24. Belə edirsiniz. Bu tapşırığı eləməkdə birinci, Salat qulaq as. Birinci nəyə diqqət edirsiniz? Bu kəsiri görürsünüz burada. Bu kəsirdə sənin bildiyin sürət və məxrəci tapmaq bilmən gərəkir. Bəs müəllimə mən hardan bilim? Burada da kəsir var, qulaq as. Burada da kəsir var. Mən nə bilim əsas kəsir hansıdır? Mən onun sürət və məxrəcini tapım. Bilirsiniz hansıdır Yağmur? Bərabərə fikir verin. Bərabərin ortasından çəkilən ən böyük kəsirdir. Demək ki, bura, bu hissə. Görürsünüz bunu. Bu olur sürət. Bu hissədə olur nə? Sən ayrı-ayrılıqda sürət və məxrəci işləməlisən. Çünki bunu başqa cür edə bilməzsən. Qulaq asın. Birinci işin. Bura nə oldu? Sürət. Sürəti nə edirik? Sadələşdiririk. Qulaq asın. Yazırsan ki 3 bölünsün 0,02, üstə gəl 4 bölünsün 0,05. Bərabərdir. Bunu öyrətmişdim sizə. 3'ü böleceğiz. Nə edəcəyik burada? Fikir verin. 3 dənə onluq şərəsi varsa, o qədər az. Minə vuranda olacaq bu nə? 2. Bunu minə vuranda sakit, qışqırmayın. Oldu nə? 3. Üstə gəl. 5 4 mi? Burada da 5. Bu da olur nə? 4 mi? Kısa. Sakit. Mina. 15. İxtisar. Minə ixtisar nətər edirsən onları? 3 benim mina kısa önemli. 2'ni bəs 2'ni niyə uydursan? 40'ı böləcəyik. 8. Burada nə qaldı? 800. Burada cavabı neçə eləyib? Demək, Vagif, məndə sürət nə alındı? Ay sağ ol. İndi gəldim məxrəcin işini görməyə. İkinci iş. 6 bölünsün 0, 15. 6 vur 100. Olar bu nə? 600, bu nə olar? 15. Böləndə neçə eləyir? 40.
Deməli burada nəyə bərabər oldu? 40-a. Bərabərdir 23x bölünə 50. Uşaqlar fikir verin bura. Sol sağ 10-a bölə bilərəm. Bəli. Sol sağ 23'e bölə bilərəm. Bəli. Bəli. Burada nə qaldı? 100 bölünə x bölünə. Vəssalam. Fikir verin indi. Çarpaz işlem yaparsan. X'i vuracağım nəyə? 100'ü də vuracağım nəyə? 100 ilə 4 də nə olur? 155. Burada nə qaldı? X də bərabərdir 25 vur 5. 125. 125. Vəssalam. Oldu. 4 tam Məhəmməd olur nə? 1000'də 36. Bu da bərabərdir 14 tam əgər x 36-dırsa nəyə baxırsınız? Ola bilərdi ki burada 18 olsun. Deməli ixtisar olunur da. Aysel sən bunu ixtisar eləyəcəydin. Burada 500 qalardı. Qalardı 500'də 18. Belə rast gələ bilər sənə. İndi bunun 14'ü eynidir. Fikir verirsiniz. Nurlana. Sürəti də eynidir. Tamı da eynidir. Sürəti də eynidir. Bəli. O deməkdir məxrəclər də bir-birinə nə olar? Bərabər. Olar. Deməli x nəymiş? 1000'miş. Emin. Şimdi bak 39. 5 tam 82 beraberdir 54 tam x 13 üstə gəl 11 tam 17 hə. Birinci növbədə buna baxaq Məhəmməd bax buna məhsul kimi. Məhsul toplanını tapanda cəmdə məlum toplanı nə edirik? Çıxırıq. Onda sən yazarsan ki 54 tam x 13 bərabərdir 65 82 çıxılsın 11 tam 17 düzdür? 54 tam x 13 bərabərdir 82'den 17 çıxanda burada 5 qalır. 7'den də 1 çıxanda 6. 65'ten də 11 çıxanda 54. Oldu mu? Bak bu bayaq burada dedimi o forma burada var artıq. Bunu bu tam ədədir. Bu şəklə gətirin bir dənə salatın. 54 tam 60 qışqırmayın. 54 tam ne olacaq burada Nurlana? %65. Ama bura baxın. 54'lərimiz eynidir, düzdür mü uşaqlar? Amma bunun sürəti nədir? 13'dür. Burada nədir? Demək Beşə- beşə vurur. Aa, bölür. 5'e Orada bölür. 5'e bölebilir ki. 5'e bölüb alıb 54 tam 13. Burada nədir? 20. 20. Sən bax bunu buna bərabər elədin, fikir verdin. Tamları bərabər. eynidir. Ay sağ ol. 13'lər eynidir. X deməli nəyə bərabərdir? 20. Onu görmək üçün, yəni görmək lazımdır, belə deyək. Qiymətində A bərabərdir sual. A-nın hansı qiymətində 5x kubu plus A böl 4 bərabərdir 5 tam %75'e. Uşaqlar gör nə deyir? Deyir A-nın hansı qiymətində? Demək ki biz A-nı tapmalıyıq da burada, düzdürmü? Deyir tənliyin kökü 0,8'e bərabərdir. Tənliyin kökü onu doğru bərabərliyə çevirən qiymətidir. Biz tənliyi həll edirik ya burada tapırıq. Bax bu tənliyin köküdür. İndi səndən A-nı istəyir. Tənliyin kökü deyəndə deməli sənə x-i verib artıq. O da bərabərdir nəyə? 0,8'e. Onda sənin x-i 0,8 isə aparıb qoyarsan yerinə. 5 vurulsun 0,8'in nəyi? Kubu. Plus nə? A böl 4 bərabərdir 5 tam nəyə? %75'e. Uşaqlar bura fikir verin 0,8'in kubu. 8'in kubu nə eləyir? 64. 64'ü 8'e vuranda 512. Biz deməli yazırıq ki 5 vurulsun 0 tam 512 axı kubdur. Kubda da vergüldən sonra 3 dənə onluq işarəsi mütləqdir. Oldu mu ən azı da? Plus A belə eləyək bunu. Bunu silim də buradan. Bərabərdir. 5 tam %75'i nəyə vuracağım uşaqlar? 4'e. 5 tam 75 vur 4. Onda 5 vurulsun 0 tam 512. 20 tam 14. İxtisar eləyə bilərdim əslində. Bax bunu bundan ixtisar. Ay yo eləyə bilmərəm. Burada toplama var. 4'ü 5'e vuruq neçə edir? 22. 20 Neçə? tam 14. 20 tam 14. Hə, vurduz artıq maladıç. 20 tam 14. Ben 21 Burada üstə gəl anı unutduq. 20 de. 5'i 4'e tam 20 değil. 75 0 tam 75'i 4'e bölden 1 tam 14. 1 tam 14 senin de. 20 tam. Qulaq asın özün bura. 5'i 4'e vuranda 22 yadda. 28. O da 2.
4 dəfə 5 neçə edir? 20. 28, o da 2. 8 2 yadda 33 yadda. 23. 13. Qışqırmayın. 31. Yox, 23. 23. 2 onluq işarəsi 23. Demək ki, burada cavab nədir? 23. Ay, sağ ol. Heç 23 şey. 23 2 onluq işarəsi var axı. Tələsməyin, heç nə olmaz, ev yox. Tələsmək lazım deyil. Yine bu müəlliməyə baxın. 5'i də vururuq nəyə? 0'dan 512'ye. 5'i vuranda eləyir. Ve 2 tam 156. 6. 11 yadda, 6, 25, 2 yadda, O da 2 yazırıq, düzdürmü? Belə ayırırıq, elədi. 2 tam 560, hə? 60 sıfırı lazım deyil yazmaq. Üstə gəl A, bərabərdir nəyə? 23'ə. A da bərabərdir, 23 çıxılsın, 2 tam 56, elədir. A da bərabərdir. 20 tam 164 tam 144. Gözəl. Buyurun.